may ayının 19-na təşkil etdiyimiz Kərbəla və Məşəd ziyarətimiz artıq bu günləri, yəni iyun ayının 1-də başa çatır artıq. İyun ayının 1-i və biz zəvvarlarımızla bərabər Bağdad hava limanındayıq. Allah'a min şükür olsun ki, zəvvarlarımızla Bakı-Tehran yolu ilə gəlib və Bağdad-Bakı yolu ilə inşallah vətənimizə tərəf dönəcəyik. Bir neçə gün ərzində biz 4 Peyğəmbəri və 7 imamı ziyarət elədik. Allah həmd olsun, Allah şükür olsun, sağ və salamatçılıqla ziyarətlərimiz başa çatdı. İnşallah indi istəyirik zəvvarlarımızın qısa olaraq təəssüratlarını öyrənək. Ondan sonra fikirləri görə ziyarətdən, bizlərdən, şirkətdən, şirkətin nümayəndələrindən, şirkətin bu xidmətlərindən razıdırlar, yoxsa razı deyirlər. Buyursun, bizim 2 qardaşımız burada, Sabir qardaşımız və Süleyman qardaşımız. Ya Allah, buyur qardaşım. Salam aleyküm, mən hamını buradan salamlayıram. Bütün həmyerlərimizi. Allah təala hamını nəsib eləsin. Belə gözəl ziyarətləri inşallah. Tur rəhbəri Rasim qardaş və ona kömək edən həmişə çəkilişlər edən Ədalət qardaş, hər ikisinə Allahdan can sağlığı, etdiyi əməllər Allah dərgahında dərəcəyə qəbul olsun inşallah. Süleyman qardaşımız görə nə demək istəyir? Buyursun Süleyman. Çox gözəl, çox razı qaldıq. Allah köməyiniz olsun. Allah bu turun bütün başçıların, Allah hamımızdan razı olsun. Allah belə bu ziyarətləri həmişəlik bizə hər dəfə getməyi nəsib etsin. Allah razı olsun qardaşımızı da, Allah ondan gedən Ədalət qardaşımızı da Allah razı olsun. Allah köməyiniz olsun. Ya yaxınlaşaq görək. Əmimizi biləcək. İnşallah ziyarətimiz haqqında, təəssüratımız haqqında qısa. Razı qaldınız, qalmadınız, biz oldu, nətər oldu? Ziyarətimiz çox gözəl keçdi. Allah ziyarətimizi qəbul eləsin. Sizin də bizə elədiyiniz hörmətlərə görə sizə minnətdarım. Allah köməyiniz olsun. Çox sağ olun, var olasınız. Allah razı olsun.